Niyə istəmirəm ki? İnanın ki, o siz deyirsiniz, məndən onları çox istəyən yoxdur. Əlbəttə ki, mən istəyirəm, mən istəməliyəm də. O istər ürəkdə olur, onu mən sənə sübut edə bilmərəm ki, ola bilər sən bizə atmışsan. Amma bir Allah bilir ki, mən onları istəyirəm. Biz həm də necə istəyirəm. Ola bilər heç kəs inanmır, deyirlər, yox, səndə analıq hissi yoxdur. Buran artıq istəyirəm. Atsam elə ataram da, deyərəm ki, qalsın orada böyüsün. Dövlət baxır, xeyr, eləyə bilmərəm. Eləyə bilmərəm. Onları mən bugün 5 dəqiqə gedib qucağıma götürdüm. İnanın ki, onlar mənim necə hiss elədilər. Oradakılar Allah şahidi oldu, ağlayırdı. Məni ki, elə ki, qucağıma aldım ha. Uşaq belə məst olub qaldı qucağımda. Açıb gözünü, baxır belə üzümə, inanırsınız, başladı, elə qucağıma aldım, baxdı üzümə yatdı. Ya, mən evdəyəm. Hadi olacaq. Qonaq getmişdim. Qonaq yox, orada uşaqların yanından orada getdim. Gəlim var, onun yanına getdim. Taksinə yola saldı məni, yol pulumuz adımı da sağ olsun verdi. Allah yaxşı insanların köməyi olsun. Deyib, belə sabah da gələrsən yanıma. Nə bilim. Allah yaxşı insanların köməyi olsun. Kim ki dəstək olur mənə, Allah qorusun balalarını. Vallahi. Vallahi kim də məni görür. Deyir ki, biz səni efirdəsin, həqiqətən çox yaxşı qızsan. Efirdə səni biz elə bilirik ki, qışqırırsan, bağırırsan. Amma heç də sən pis qız deyilsin. Sənin ürəyin təmiz. Nəsə fırıldaqlığın yox. Nəyin var? Nə var? Vallahi and ola Allaha deyirəm ki, məsələn də efirdə nə var? Eləyəm mən. Yəni mən nəsə gizlətmirəm. Nə soruşurlar mənə, deyirəm, hə bu belə oldu, elə oldu. Çünki mənim yalanlıqla, hirdəgərliklə aram yoxdur. Nə var? Eləyəm. İçdə necə, üzdə də eləyəm. Yəni üzdə necə, içdə də eləyəm. Başa düşdünüz? Mən məsələn gizlin, ay deyim, üzdə məsələn rol oynayayım. Xeyr. Hə, tək qalıram. Bəs kimdən qalıram? Tək qalıram da, hə. Qonşu var. Qonşu arada gedib qonşunun yanına gəlirəm. Bu günlərdə heç evdə olmamışam. Neçəyə qalıram? 200 manata qalıram. Ev kimində? Allah bəndəsinin. Soruşur, deyir, ev kimindir? Yox, gəlmir. Ev Allah bəndəsinin, evin yəsi də yaxşı insanda, Allah kömək olsun. Nə vaxt onun pulunu vermirəm, Allah adamıdır, görür ki, təkəm, yazığı gəlir. Vallahi ona görə yaxşı insanlara Allah köməyi olsun. Hara getdi xoşu? 5 uşaqımı niyə atıram? Hələ uşaqlarımı yan. Hansı? Vallahi o qədər izləyicilər, bax, məsələn, bugün getmişdim, gəlinin yanına getmişdim. Sağ olsun, mənə köməkliyi elədi. Getdim evinə, hələ. Yol puluma qədər atdı. Yeməyə də mənə köməkliyi elədi. Onda o qədər yaxşı insanlar var ki. Kef eləyib neynirəm ki, nə bir pis hərəkət edirəm. Getmişəm uşaqlarımın yanına gəlmişəm. Dünən də tək olmuşam bayramı. Onsuz tək deyənə ki, kim gələcək ki yanıma onsuz? Kim var ki? Kimim var ki? Burada heç kəsim yoxdur. İnşallah uşaqlarımla az qalıb bir yerdə olacam. Dünən inanc heç nə almadım. Dünən gedib, demirəm ki, dünən getdim. Araz markete getdim. Elə marketdən çıxdım, gördüm ki, bir qadın, o da elə bizi Qonaqkənd tərəfdən anam gilə yerlidir. Çıxartdı mənə 40 manat pul verdi ki, bəs bayram payı get yemək istədi al. Hə. Sonra qonşu qurbanlıq kəsmişdi, verdi mənə ki, aparıb pişirim. Qurban olma Allah, mən içim çirkin insan deyil və Allah da mənim üçün yetirir. Çünki mən heç kəsə qarşı paxıl deyiləm. Kiməsə qarşı paxıllıq eləmirəm. Allah görür ki, mənim niyyətim pis deyil kiməsə qarşı.
Heç vaxt kiməsə qarşı pis atmamışam mən uşaqlarımı, gedib götürəcəm. İndi uşaqlarımın yanına gəlmişəm. Daha doğrusu axşamüstü gəldim qızın yanına. Qız məni göndərdi yol pulumu Yasamalıdan, taksi ilə yola saldı məni. Deyil indi bayaq, yarım saat olar. Və bugün uşaqlarımı gedib gördüm, inan o qədər rahat oldum ki, o qədər rahatlaşdım ki. Deyirəm, ayalı yenə də gedim görüm, amma deyirlər hər gün olmazdı, hər gün gələ bilməzsən. Mən güldüm, güləndə niyə gülmürəm, başa düşmədim, ağlamalıyam, mən niyə ağlayayım ki? Nə bir pis hərəkət edirəm mən. Burada nəsə bir pis hərəkət eləməmişəm ki, oturub canlı mən bugün canlı açmamışam ki, dünən mənim o biri səhifəm spam olub. Mən bugün canlı açmışam, mən indi gəlmişəm evə. İndi gəlmişəm, onda da yemək pişirirəm. Görürsünüz, yemək pişirirəm. Et var idi, dedim onu pişirim, xarab olmaz. Olan pulumu da gedib xərclədim, gəldim. Sizlərə dünənləri bəlkə demirdim ki, kart telefona kontur yükləmək. Nömrəm bağlanmışdı. Məndə ki, orayla danışmaq üçün mobillə ilə danışardım. Da orada ilə hələ bir kəlmə ilə bəlkə nə qədər 2 manat kontur getdi. Dünən 8 manat kontur yükləmişim telefona. Axşam dünən Arazdan. Ki, nömrəm açılsın deyə. Söz sağ olsun, gəlir mənə axşam bıraq öz şeylə. Məni taksi ilə göndərdi. Allah köməyi olsun. Taksi pulumu da verdi. Allah saxlasın balalarını. Allah yaxşı insanların köməyi olsun. Kim ki kiməsə dəstək olur valla. Görürəm də mən neçə nəfər gəlinlər, izləyicilər mənə dəstək olub bu günlərdə də belə. 3 nəfər xanım mənə dəstək olub. Biri saçımı düzəldən xanım. Saçı qoyur amma saçı istəmirəm. İndi deyəsiz ki, saça görə xeyr. O saçı elə belə içindən gəldi elədi. Mənə maddi də kömək olub. Bugünkü gəlin də sağ olsun. Bir də 2-3 gün bundan qabaq evinə gedib qalmışdım. Orada canlı açmışdım evindən. Allah yaxşı insanların köməyi olsun. Bir qadın kimi deyirlər ki, bizim sənə yazığımız gəlir. Hələ biri dünən deyib ki, bayram gecəsi gəl yine. Gəl bizdə keçirt yine Novruz bayramına. Nə olar ay dostlar. Uşaqlarıma görə də olsa mənə köməkli yerində. Uşaqlarımı götürüm nə olar. Gedim arada da görüm onları. Azı olan pulumu da xərclədim. Sağ olun, siz atmışdınız. Bax, heç olmasa 5-10 manat atmışdılar mənə. Konturda yüklədim. Axı yol pulum zadım oldu. Yemək saat gedib aldım. Yalan niyə danışıram? Yalan niyə danışmışam? Söz demirəm ki, deyirəm ki, kim ki məsələn pul atmışdı 5-10 manat mənə. Dünən and ola Allaha. Dünən heç 1 manat atan olmayıb. O gün də demirəm ki, bir həftə bundan qabaq ki, elə o biri səhifəmdə ki, təzə canlı açanda 50 manat, 54 manat pulumu çəkdilər. Bilmirəm kim çəkdi. İnanın ki, elə pis oldum ki, bilirsiniz niyə görə? İndi deyəcəksiniz ki, 50 manat puldur da. Niyə? Mənim üçün 50 manat, belə 5 manat da puldur. Gedib 5 manat pulu verib 10 dənə, 15 dənə yumurta alıram. Bilmirəm, getdim banka, dedilər ki, ay xanım, sən nə qədər saf insansın, sənin kartını kim görüb çəkiblər pulu. Getirib kartı da qoydum ekrana. Qız qoydu ekrana, çəkdilər 54 manat pulumu. İndi mən onu bir ay otur, mən onu produktum idi, mən alırdım, onu az yerdim. Mən nə biləm, kül başımı. Kim yəni elə şey, adam, o düzgün deyir ki, nə biləm, elə şey deyər adam. Hansı bilmirəm, hansı izləyici, bəlkə çəkdilər də bilmirəm. Təhqir edirlər mənə, boş ver, gözəl. Yəqin xanım, qocaldın düz deyirsən ki, vallahi ki, qocaldım. Qocaldın da, hə. Qocaldım. 5 şağımı atmamışam mən. Və bu günləri uşaqlarımı, balacaların şəklini atmışam onlara. Böyük uşaqlarımı. O qədər sevinirlər ki, balaca oğlum görüb deyirəm, amma mən onları görmək istəyirəm, deyir. Mən hər gün uşaqlarımla danışıram. Bu ayın axırı gələcəklər. Və balacalarımı da gedib bugün görmüşəm. Onlar banisada olanda mən onları həftədə bir dəfə gedib görmüşəm.
Və burada da demişəm, ara sıra gələcəm, onu götürəcəm də, az qalıb. Hər şey birdən olmur ki. Birdən məsələn, mən bugün gedib götürərdim, o uşaqlar vurum qoluma gətirim. Qoluma gətirim. Deyirsən qoluma gətirim. Deyirsən uşağın deyə, biz sənə atmamız. Uşaq və həmişə gəlmə. Amma ki götürüm, gətirim qoyum burada uşağı kravatın üstünə. Açsız uşağı. Yemək baha. Olmur axı, mən elə gerək elə birdən olmur da, yəni yavaş olur. Amma gətirəcəm. Niyə götürmürəm ki, götürəcəm. Onları mən götürəndə, gedib görəndə var ha. İnanın ki, bilirəm, indi deyəcəksiniz ki, siz belədir də, kim də nəsə deyir, ki, ay yağsızdır, ay belədir, ay elə. Kim o uşaqları düşmən kimi görürsə, vallahi Allah yanında günah edirsiniz. Yad insanlar orada yazıb TikTok'da, hamı yazır ki, Allah qorusun, ne şirin uşaqlardılar. Allah sizin də balalarınızı qorusun. Amma bəzi insanlar o uşaqlardan iyrəliyə ağrıyır. İnsanda necə birdən nə bilmez. İnsaf deyə də bir şey var da, yəni insaf deyə bir şey var. Ay mən cəhənnəmə, məni qoy qırağa, mən pisəm. Bunlar əvvəl o qədər körpə idilər ki, o qədər iyrənc nəçər neyləmişəm ki, iyrənc olmuşam. Oturmuşam burada canlı açıram, yemək pişirirəm, canlı açıram. Bir pis hərəkətmə eləmişəm, əxlaqsızlıq eləyirəm. Kimisə təhqir eləyirəm, söyürəm. Uşaqlarımdan danışıram, başıma dönüm. Yaxşı yazırız, yazmır. Xoşun gəlmir, baxma. Yaxşı yazanların da Allah kömək olsun. Bugün görün o uşaqları şəklini qoyanda mən bir dənə insan pis yazıbmı? Məni yox, məni yox. O uşaqlar bir dənə adam söz yazıbmı? Xeyr, çünki onlar mələkdir, onların günahsızdır. Hamısı da o uşaqlar bir dənə pis söz yazan. Hamı deyir Allah qorusun. Nə qəşəng uşaqlardır, nə gözəl uşaqlardır. Mən uşaqlarımı atmamışam. Götürəcəm, imtina eləməmişəm ki. Ay başa dönüm, biri var ki, imtina eləyim, uşağımı gedim görməyim. Mən o uşaqlar orada olanda sosialla hər gün maraqlanıb danışıram ki, o uşaqlar necədir. Həkimlərlə də danışırdım ki, uşaqlar necədir, Qara Qarayev adına xəstəxanada olanda. Bunların da nömrəsini götürmüşəm, danışıram və demişəm, gələndə sizə deyiblər, bizi yox, biz sənə nə vaxt gəlmək istəsən, bizə də gəlgin uşaqları gör. Hadi ne yapıyorsun?